Rusiya bu indiki gücün sizin proqnozunuza görə nə vaxt, neçə il itirə bilər? Rusiya deməli tarixin inkişafından geriyə qalmağa cəhd edən bir ölkədir. Çünki dünya milli dövlətlər erasına qədəm qoyur. Dünya imperial maraqlardan imtina edib, ərazi imperiyasına imtina edib, mədəni imperiyaya keçib, iqtisadi imperiyaya keçib. Rusiya hələ də ərazi imperiyası yaratmaqda mübarizə aparır. Bu da nə deməkdir? Yəni Rusiya dövləti və xalqı tarixin çağırışlarına cavab vermir. O xalq ki, tarixin çağırışlarına cavab vermir, o xalq nə tarix yarada bilər, nə də inkişaf edir. Bugün Rusiya müqayisədə Rusiyadan çox-çox kiçik ölkələr Rusiyadan iqtisadi cəhətdən də, siyasi cəhətdən çox-çox nüfuzlu, çox-çox inkişaf edir. Yəni baxın, dünyanın 1/6 hissəsi Rusiyanın ərazisidir. Balaca dövlətlər var ki, onların dövlət büdcəsi Rusiyanın dövlət büdcəsinə bərabərdir. Bu nə deməkdir? Bu deməkdir ki, siyasət düzgün aparılmır. Əlbəttə, hətta belə deyək də, Almaniyanın iqtisadiyyatı, yəni Rusiyanın iqtisadiyyatının ərazisi. Sosyologiyada nəzəriyyə var. Kaliforniya, o nəzəriyyə ağlabatan dövlət ərazi nəzəriyyəsi adlanır. Yəni o nəzəriyyəyə görə dövlət müəyyən bir ölçüsü olan ərazidə sabit dövlət ola bilər. O ərazi çox kiçik və ya çox böyükdürsə, orada dövlətdən danışmaq olmaz. Rusiyanın ərazisi, Rusiyanın əhalisinə nisbətdə, imkanlarına nisbətdə düzgün qurulmamış bir dövlətdir. Şimdi çatır. Ona görə Rusiya məcbur gözünü saxlamaq üçün həmişə aqressivlik nümayiş edədir. Amma məsələn Fransadır, İngiltərədir, bunlar nə inkişaf edir? Burada o dediyim ərazi ilə əhali arasında qızıl nisbət var. O nisbət imkan verir ki, dövlət stabil şəkildə inkişaf edəsin. Və Çinin özündə, Çində əhali ilə ərazi arasında nisbət yoxdur. Ona görə Çin getdikcə problemlər. Hindistan niyə mütəmadi münaqişələrdir, öz daxilində və xarici. Əhalinin sayı ilə ərazi arasında o dediyim nisbət pozulubdur. Amma o ölkələrdə ki, məsələn Amerikanın ərazisi ilə Amerika əhalisi arasında elə bir qızıl nisbət var ki, əksinə Amerikanın inkişafı stimullarından biri də odur. Bugün Trump ki, miqrantlara qarşı çıxış edir, əksinə baxın, Amerika əhalisinin nəzarətsiz artımından narahatlar ona görə bilirlər ki, əraziyə uyğun olmayan sayda əhali olacaqsa, Amerikanın bir problemi olacaq. Ya ərazin böyük, əhalin azdır, ya da əhalin çoxdur, ərazin kiçikdir. Hər ikisi dövlət dağıdır. Bəlkə ona görə Qrenlandiya işğal eləmək istəyir. O Qrenlandiya əslində Amerikanın o qızıl günbəz deyilən bir ideyası var. Məsələn, İsrail öz sərhədlərində dəmir günbəz yaradır. Amerika qlobal güc olduğuna görə qlobal dünyanı nəzarət eləmək üçün öz sərhədlərindən kənarda günbəz yaratmaq istəyir. O günbəzi harda yaradır? Qrenlandiyada, Qafqazda, nə bilim Amerikada, Asiyada və s. və s. Qrenlandiyada bu baxımdan olduqca Avropa üçün də, Rusiyada həm metallar, həm də metallar, qiymətli metallar var. Onlar ikinci dərəcəli məsələdir. Onsuz da Qrenlandiyalılar Amerikanın investisiyası olmasa, texnoloji olmasa, orada heç nə eləyə bilməzlər. O qarın altında gəlib onlar mədəndən yarada bilməzlər. Biz nəyə görə BP ilə bağladıq kontraktlar? Azərbaycan dövləti o dərinlikdə neft çıxarmaq imkanına malik deyildi. Həm texnoloji, həm də maddi. Nə pulumuz var, nə texnoloji. Ona görə məcburdur. BP də bu işlərlə məşğul. Lap dərin olan neftləri çıxarmalıdır. Eləcə də elə yer var ki, orada o faydalı qazıntıları elə belə sən çıxarda bilməzsən. Nə olsun sənin ərazindən? Onu istismar eləmək istəyirsən, məcbursan ki, bu cürə texnika və texnoloji ölkələrə güzəştə girsin, verirsə onları oradan çıxarır. Yəni Qrenlandiya onsuz da indi razılaşıblar ki, Qrenlandiya təbii ehtiyatdan Amerika ilə şəhərlikəsində istifadə eləsinlər. Amma Amerika orada hərbi strateji bir hava hücumundan müdafiə qüvvələri yerləşdirmək istəyir ki, o Amerikaya biri var gedəsən Amerikanın sərhədində raket, o raketdən biri yayılıb düşə bilər Amerikaya. Bir də var ki, Amerika gedən yolun üstündə qurur onu. Hələ Amerika 2 kilometr varsa, həm raketlər vurursa, alırsa qutabiləcək. Yəni, Amerika belə bir müdafiə sistemi yaratmaq istəyir. O strateji ərazilərdə olmaz. Antarktidanı da götürdü. Çünki Antarktik gələcəkdə daha ciddi strateji bir ərazi olacaqdır. İndi də elə strateji ərazidir, amma gələcəkdə onun önəmi getdikcə artacaqdır. Ona görə Amerika indi ələn qoydu ora. Yəni, Amerika onlar bilsin ki, Antarktida, qızıl günbəzin bəzi elementdən yerləşdirəcək Antarktidaya. O da Rusiyanın şimal tərəfdən daimi olaraq təhdid altına alacaqdır. Dostlar, 275 nəfər baxış var, hal-hazırda baxır.
ancaq 112 nəfər bəyənmədir. Xahiş edirəm ki, o bəyənmələri artırasınız. 270 nəfərə heç olmasa çatdıraq bu bəyənmələri.